Tarix fənni üzrə imtahana hazırlaşırsınız və imtahanda sizlərin hansı mövzuları gözlədiyini bilmirsiniz. Elə isə bu videonu və bundan sonraki videoları izləyin ki, sizləri imtahanda nələr gözləyir, bax əvvəlcədən məlumatlı olasınız. Elə indidən deyim ki, haqqında danışacağım mövzu da qəbul imtahanında, miqdə və ya sertifikasiya imtahanında sizlərin qarşısına çıxacaq bir mövzudur. Həmən Səfəvilər mövzusudur ki, buradan sizi ən az 3 sual gözləyir. İndi bu videoda sizə dərs 19-da Azərbaycan Səfəvilər Dövləti 16-cı əsr haqqında məlumat verəcəyəm. Videomuz 2 hissədən ibarət olacaq. Əvvəlcə sizə Ərdəbil hakimliyi, Səfəvlərin yaranması, yüksəlişi, idarəçiliyi və Osmanlı ilə aparılan mübarizələrdən bəhs edeyim. Gəlin vaxt itirmədən mövzu izahımıza başlayaq. Siz isə elə bax bu arada aşağıdakı abunə ol butonuna klik eləyin, bildirim zilini isə açın. Başladıq. Əvvəlcə Səfəvilər yarandığı hansı ki Ərdəbil hakimliyindən danışaq. Deməli, Ərdəbil hakimliyi nədir? Ərdəbil hakimliyi 13-cü əsrin sonlarında Şeyx Səfiyyəddin tərəfindən yaradılan Sufi Dərviş təriqətidir, ordenidir, dini demək təriqətdir, Ərdəbildə yaranmışdı. İslam dininin şiəlik qolunu təbliğ edirdilər. Şeyx Səfiyyəddin Əl-İshaq Əl-Musavi Əl-Ərdəbili tərəfindən 13-cü əsrin sonlarında Ərdəbil şəhərində yaradılır və Ərdəbildən onlar Azərbaycan istər cənubuna, istər İraq, İran, Şərqi Anadoluya, Misirə qədər hansı ki tərəfdarlarının sayı çatırdı ki, geniş bir coğrafiyada hansı ki şiəliyi təbliğ edirdilər Səfəvi Dərviş ordeninin nümayəndələri. Deməli, Azərbaycanda Monqol ağalığı dövründə hansı ki vergilərin artırılması, oturaq əhalinin incidilməsi Səfəvlərin Ərdəbil hakimliyinin saylarının artmasına gətirib çıxarılmışdı. Onların Səfəvlər adlanmasının, dövlətin də Səfəvi dövlətinin adlanmasının elə bilavasitə səbəbkarı təriqətin qurucusu Şeyx Səfiyyəddinin adı ilə bağlıdır. Şeyx Səfiyyəddindən bu qədər sizə məlumat verim. İndi isə 15-ci əsrdə onların yüksəliş dövründə adı çəkilən Şeyx Cüneyddən danışım. Şeyx Cüneyd həmən o şəxsdir ki, bizim Azərbaycan Səfəvilər dövlətinin qurucusu Şah İsmayılın babası olubdur. Hansı ki Şeyx Cüneyd Azərbaycanın cənubunda tərəfdarlarının sayını artırması o vaxtki Qaraqoyunlu hökmdarı Cahan Şahın narahatlığı ilə ifadə olunur. 1447-ci ildə o Ərdəbildən onları didərgin salır. Lakin o isə demək məğlub durumla barışmır, tərəfdarlarının sayını artırır və belə bir dövrdə Qaraqoyunluların rəqibi olan Ağqoyunlu Həsən bəy ilə yaxınlaşır. Ağqoyunlu Həsən bəyin bacısı ilə ailə həyatı qurur. Bu Ağqoyunlularla Səfəvilər arasında münasibətləri gücləndirir. Lakin 1460-cı ildə Samur döyüşündə istər Qaraqoyunlu Cahanşah, istərsə də Şirvanşah hökmdarı 1-ci Xəllullah onun güclənməsindən narahat olduqlarına görə Samur döyüşündə onu məğlubiyyətə uğradırlar və Şeyx Cüneyd qətlə yetirilir. Bundan sonra Səfəvi ordeninə rəhbərlik eləməyə başlayır Şeyx Heydər, onun oğlu. Yəni Şah İsmayılın atası Şeyx Heydər rəhbərlik eləməyə başlayır. Onun hakimiyyəti dövründə də Ağqoyunlularla münasibətlər möhkəmləndirilmiş, hətta Ağqoyunlularla müttəfiqlik münasibətdə qurulmuşdu. Belə ki, Həsən bəyin bacısı ilə ailə həyatı qurur və bundan sonra tərəfdarlarının sayını artırır. Onun dövründə Səfəvi ordeni hərbi qaydada təşkil olunmağa başlayır. Artıq onlar Qızılbaşlı adlanırdılar. Buna səbəb isə şiəlikdə 12 imamı təmsil edən başlarına 12 deməli qırmızı zolaqlı çalmalı papaq taxırdılar. Buna görə də onlar Qızılbaş adlanmağa başlayırlar. Belə ki 1483, 87, 88-ci illərdə, qısacası 15-ci əsrin 80-ci illərində istər Şirvana, istər Dağıstana, Dərbənd bölgələrinə yürüşlər təşkil edirlər. Bu yürüşlər həm Şirvanşahların narahatlığına səbəb olur, həm də Həsəndən sonra hakimiyyətə gəlir, deməli, oğlu Yaqub Padşah. Deməli, Ağqoyunlu Yaqub Padşah öz qohumu ilə mübarizə aparır. Hansı ki, istər Yaqub Padşah, istər Fərrux Yasar 1488-ci il Şahdağ döyüşündə deməli, Şeyx Heydəri məğlubiyyətə uğradılar və onu qətlə yetirirlər. Bunu da qeyd edeyim, unutmamış. Şeyx Heydər hətta Səfəvi irsi ordeninə Həsən bəy tərəfindən, Həsən Padşah tərəfindən 1470-ci ildə orada taxta çıxarılmışdı. Həsən Padşahla Teymurilərə qarşı müttəfiqlik münasibətdə qurmuşdu. Buradan da belə bir nəticəyə gələ bilərik ki, Səfəvilər dövləti yox, amma Səfəvilər, yəni və yaxud da Səfəvlərin Ərdəbil hakimliyi Teymurilərə qarşı mübarizə aparıb. Bunu da qeyd kimi dəftərinizə qeyd edə bilərsiniz. Şeyx Heydərin öldürülməsindən sonra hakimiyyət avtomatik olaraq onun oğlu, böyük oğlu Şeyx Sultan Əliyə keçir. Çünki Ərdəbil hakimliyində iyerarxiya quruluşu var idi, hansı ki
şeyxlik, yəni dini rəhbərlik atadan oğula keçirdi. Bax, bu prinsiplə idarə olunurdu. Deməli, Ərdəbil hakimliyi bir daha qeyd edirəm, dini hakimlikdir, bir ordendir, təriqət nümayəndələridirlər. Hələ dövlət yaratmayıblar, amma məqsədləri odur ki, Azərbaycanda hakimiyyəti ələ keçsinlər və Azərbaycanda dövlət yaratsınlar. Həsən Padşahdan başqa gördüyünüz kimi istər Ağqoyunlu hökmdarı Yaqub Padşah, istər Qaraqoyunlu hökmdarı Cahanşah onlarla düşmən olubdu. Təkcə Həsən Padşah onlarla müttəfiq və qohum, dost münasibətində olmuşdu. Sultan Əli də eyni aqibəti yaşayır. Baxmayaraq ki, onları Ağqoyunlu hökmdarı Rüstəm Padşah istər Sultan Əlini, istər onun qardaşlarını, istər anasını İstəxir qalasından demək həbsdən çıxardır. Lakin Rüstəm Mirzə də görür ki, Yaqub Padşah kimi Ağqoyunlunun digər hökmdarı Rüstəm Mirzə də görür ki, bunların tərəfdarlarının sayı artır. Bunlar dövlətə qarşı böyük bir təhdiddirlər, təhlükədirlər. Və belə bir dövrdə 1494-cü ildə Şəməsi döyüşündə heç bir müttəfiqə ehtiyac duymadan Rüstəm Mirzə Şeyx Sultan Əlini qətlə yetirir. Həmən bax bu Sultan Əli idi ki, bu İsmayılın qardaşı idi. Böyük qardaşı idi və belə bir dövrdə dedik axı hakimiyyət irsi keçir. Ailənin sonuncu nümayəndəsi, sonuncu kişi nümayəndəsi İsmayıl başçılıq eləməyə başlayır Səfəvlərin Ərdəbil hakimliyinə. Və beləliklə də İsmayılın rəhbərliyi iki hissəyə bölünür. Var onun şeyxlik dövrü, var onun şahlıq dövrü. Şeyxlik dövrü əhatə edir 1494-1501-ci illəri. Şahlıq dövrü isə gördüyünüz kimi əhatə edir 1501-1524-cü illəri. Abituriyentləri də ən çox çaşdıran məqam bax budur. İsmayılın deməli dövrü bölünür iki hissəyə. Yadınızdadsa biz bunu Qaraqoyunlu mövzusuna Qara Yusifdə demişdik. Qara Yusifin bəylik dövrü var idi, padşahlıq dövrü var idi. Və ya Bayandurlu Həsəndə demişdik. Uzun Həsənin var idi bəylik dövrü 1453-1468, var idi padşahlıq dövrü 1468-1478-ci il aralığında. Eynisi İsmayılda da olur. 7 yaşlarından etibarən başlayır Ərdəbil hakimliyinə rəhbərlik eləməyə, xüsusi təlimlərdən keçirilir lələləri, yəni müəllimləri tərəfindən, tərbiyəçilər tərəfindən və həyatının böyük bir deməyək də bir neçə ilini gizlənərək keçirdikdən sonra Lahıcan ərazisində artıq həddi buluğa çatdıqdan sonra deməli Şərqi Anadoluya doğru irəliləyir. Orada 1500-cü ildə tərəfdarları ilə birgə Ərzincan müşavirəsini keçirdir. Ərzincan müşavirəsində iki düşmən üzərinə hücum etməklə bağlı müzakirə aparılırdı. Bunlardan biri Şirvanşah Fərrux Yasar idi. Bir digəri isə Ağqoyunlular idi ki, Şeyx İsmayıl az yaşı olmasına baxmayaraq məntiqli bir qərar qəbul edir. O deyir ki, Ağqoyunlularla mübarizə aparmaq hələlik mənasızdır. Əvvəlcə Şirvanşahlardan intiqamımızı alaq. Niyə? Çünki görürsünüz də Fərrux Yasar onların atasını deməli 1488-ci il Şahdağ döyüşündə qətlə yetirmişdi. Özünə təhdid sayır Fərrux Yasarı və bu qərardan sonra Cabanı döyüşündə Şirvanşah Fərrux Yasarla qarşı-qarşıya gəlir və Şirvanşah Fərrux Yasarı bu döyüşdə öldürür. Bundan sonra o Bakı qalasına doğru irəliləyir. Gördüyünüz kimi mən burada 1501-ci ili 3 hissəyə bölmüşəm. Siz də qeyd dəftərinizdə elə bax bu formada qeydiyyatınızı aparın. Deməli 1501-ci ilin yazında Bakı qalasını mühasirəyə alır. Bakı qalasını ələ keçirdir, Şirvanşahların xəzinəsini ələ keçirdir. Gürcüstan qalasını mühasirəyə alarkənsə belə bir xəbər gəlir ki, Ağqoyunlu Əlvənd Mirzə cənubdan hücuma keçibdir və Şərurda, Naxçıvan yaxınlığında hansı ki o Ağqoyunluların birinci qolunun rəhbəri olan Əlvənd Mirzə ilə Şərur döyüşündə üzbəüz gəlir. Bu 1501-in avqustuna təsadüf eləyir, yay dövrünə təsadüf eləyir. Deməli həmin o yay fəslində Əlvənd Mirzəni məğlubiyyətə uğradır Şərur döyüşündə və artıq təxminən bir aylıq bir dövrdən sonra payız fəslində isə Təbriz ərazisinə daxil olur. Təbriz şəhərinə daxil olmaqla da Azərbaycan mərkəzləşdirilmiş Səfəvilər dövlətinin əsasını qoyur 1501-in payızında. Deməli yazda Şirvanşahlarda Bakı şəhərini ələ keçirdi, yayda Ağqoyunluların birinci qoluna son qoydu. Əlvənd Mirzəni məğlubiyyətə uğratdı. Payızda isə o neynədi? Dövləti yaratdı. İndi baxın, Ərdəbil hakimliyi ilə bitdik, keçdik Səfəvilər dövlətinə. İndi isə Səfəvilər dövlətindən danışırıq. Azərbaycan Səfəvilər dövləti 1501-1736-cı illərdə mövcud olmuşdur. Mərkəzləşdirilmiş qaydada idarə olunmuşdu. Teokratik, yəni dini hakimiyyətə malik olmuşdu. Azərbaycan Səfəvilər dövlətinin paytaxt şəhərlərinə gəldikdə dövlətin qurucusu Şah İsmayılın dövründə və Şah Təhmasibin hakimiyyətinin böyük bir bölümündə paytaxt Təbriz olur. 1501-55-ci illərdə.
Şah Təhmasibin, Xudabəndənin, 2-ci İsmayılın və ya Abbasın hakimiyyətinin bir bölümündə isə paytaxt Qəzvin olur 1555-98 aralığında və Şah 1-ci Abbas tərəfindən 1598-ci ildə paytaxt İsfahana, ölkənin daha da içlərinə doğru köçürülmüşdü. Dövlətin süqutuna qədər də paytaxt həmən şəhər olmuşdu. İndi paytaxtlardan danışdıq. Gəlin keçək İsmayılın şahlıq dövrünə. Deməli, İstər Ərzincan müşavirəsi, istər Cabanı döyüşü, istər Bakı qalasının tutulması, istər Şərur döyüşünün baş verməsi, sadaladığım hadisələr aiddir deməli İsmayılın şeyxlik dövrünə. Yəni bu Səfəvilərin Ərdəbil hakimliyinə aiddir. Səfəvilər dövlətinə aid ilk hadisə nədir? 1503 Almabulağı döyüşü. Burada isə bax bu Əlvənd Mirzənin əmisi oğlu Murad Mirzə ilə üzbəüz gəlir. Bu arada istər Cabanı döyüşü olsun, istər Şərur döyüşü olsun, bütün döyüşlərdə qızılbaşlara nisbətdə, yəni Səfəvilərə nisbətdə rəqib tərəfin qüvvəsi həmişə çox olmuşdur, 4 qat, 5 qat. Amma onların İsmayıla duyduqları sevgi, İsmayılın qarşısında daşıdıqları məsuliyyət, ona olan o sadiqlik hissləri Səfəvilərin rəqiblərinə birər-birər qalib gəlmələrinə gətirib çıxartmışdı. İsmayıl 1503-cü ildə də parlaq qələbə qazanır. Almabulağı və ya digər adı ilə Həmədan döyüşündəki qalibiyyətdən sonra Ağqoyunluların 2-ci qoluna son qoyur, Sultan Muradı məğlubiyyətə uğradır. Onun 1505, 6, 7, 8-ci illərdə və 1510-cu ildə həyata keçirdiyi deməli yürüşlər nəticəsində Dərbənd, Qafqaz, Dağıstan əraziləri, Qafqazın böyük bir bölümü Səfəvilərə tabe olunur, istər mərkəzi olsun, istər cənub, istər qərb hissəsi olsun. Və 1510-cu ildə isə digər bir türk dövləti olan Şeybanilərlə qarşı-qarşıya gəlir. Şeybanilər və ya digər adı ilə testlərdə sizə özbəklər çıxır, eyni mənaya gəlib çıxır. Bax, həmən o Şeybanilər idi ki, mən sizə ümumi tarixdə Teymurilər mövzusunda məlumat vermişdim onlar barəsində. 1507-ci ildə Teymurilərin varlığına son qoyan Şeybanilər idi. Onlarla Səfəvilərin münasibətlərinin pisləşməsinə 2 dənə hadisə təsir göstərir. Bunu da qeyd edə bilərsiniz. Bunlardan biri istər Xorasan uğrunda mübarizə idi. İstər Səfəvilər, istər Şeybanilər həmən o ərazidə öz hakimiyyətlərini saxlamaq, qurmaq, davam elətdirmək istəyirdilər. Xorasan uğrunda mübarizədir. Bir digər məsələ isə Şeybanilər dövləti Teymuriləri süquta uğratdıqdan sonra deməli Teymurilərin sonuncu hökmdarı Hüseyn Bayqaranın oğlanları, yəni Əmir Teymurun varisləri gəlir Şah İsmayıla sığınır. Şah İsmayıl da onlara sığınacaq verir. Bu isə Şeybanilərin hökmdarı, elə eyni adı daşıyan Şeybani xanı qəzəbləndirir. Və bu da Mərv döyüşünün baş verməsinin bir digər səbəbi idi. Baxmayaraq ki, bu döyüşdə də qarşı tərəf daha böyük qüvvəyə sahib idi. Amma Şah İsmayıl yenə də qələbə qazanmasını bilir. Mərv döyüşündəki deməli qalibiyyətdən sonra Xorasan ərazisi keçir Səfəvilərin ixtiyarına. Amudəryadan Fərat çayına qədər olan geniş bir ərazi Səfəvilərə birləşdirilir. Səfəvilər dövləti imperatorluğa çevrilir. Hətta siz Şah İsmayılla demək Səlcuq hökmdarı Toğrulun da oxşar cəhətini qeyd edə bilərsiniz. Xorasanın ələ keçirilməsi barəsində. Həmçinin Teymurilərdə Əmir Teymur da bu ərazini ələ keçirmişdi bu arada. Deməli, dövlət imperiyaya çevrildi Mərv döyüşündən sonra. O, həmçinin Azərbaycanın şimal torpaqlarında mövcud olan istər Şirvanşahları tabe eləyir, həm Şəki hakimliyini tabe eləyir və Azərbaycan torpaqlarının böyük bir hissəsini birləşdirir. Amma Azərbaycanın mərkəzləşdirilmə prosesinin başa çatdırılması, torpaqların vahid halda birləşdirilməsi Şah İsmayılın adı ilə bağlı deyil. Bunu biz onun oğlu Şah Təhmasibin dövründə görürük. Deməli, Şirvanşahları baxmayaraq ki, tabe edir, bunu yadınızdadsa Qara Yusif də tabe eləmişdi. Qaraqoyunlular da etmişdi, amma Azərbaycanı birləşdirə bilməmişdilər. Eyni oxşarlığı İsmayılla da bağlı qeyd edirik. Şeybaniləri məğlubiyyətə uğratdıqdan sonra Səfəvilərin qərb qonşusu Osmanlıdan danışım sizə, onlarla olan münasibətlərindən danışım. Belə ki, Səfəvilər dövləti qurulanda Osmanlıda hakimiyyətdə olan 1481-1512-ci illərdə hakimiyyətdə olan Sultan II. Bəyazid Səfəvilərlə dostluq münasibətləri saxlayır, Səfəvilər dövlətini rəsmən tanıyır. İkinci Bəyazidlə deməli Şah İsmayıl arasında məktublaşmalar dostcasına aparılırdı. Diplomatik münasibətlər ən yaxşı səviyyədə idi. Hər iki dövlətin münasibətləri lazımi qaydadaydı.
Lakin 2-ci Bayezidin Yavuz Sultan Səlim tərəfindən hakimiyyətdən zorla uzaqlaşdırılmasından sonra Səfəvi-Osmanlı münasibətləri pisləşir. Bunun bir sıra səbəbləri var. Əslində hər iki tərəf də məsum deyil. İstər Şah İsmayılın qüvvələri, Səfəvilər Azərbaycan sərvətləri uğrunda mübarizə aparırdı, istər Osmanlı. Başlıca məsələ bu idi, aralarındakı rəqabətin. Həmçinin Osmanlı Şərqi Anadolunu ələ keçirmək istəyir, Azərbaycandan keçən ticarət yollarına sahib olmaq istəyir, ərazisini qərbə doğru, Azərbaycana doğru genişləndirmək istəyir. Səfəvilər də təbii ki, Şərqi Anadolunu nəzarətləri altında saxlamaq istəyirdilər. Və bütün bu proseslər gətirib nəyə? Çıxardır aralarındakı mübarizəyə. Deməli, Osmanlı Sultanı Sultan Səlim mübarizəyə dini don geyindirir, cihad elan eləyir, Sünni-Şiə məsələsini gündəmə gətirir və Anadoludakı din adamlarının, üləmaların şiələrə ölüm, hansı ki şiələrə qarşı mübarizə aparmaq adı altındakı çağırışları gətirib onların Çaldıran Ovasında qarşı-qarşıya gəlməsinə çıxardır. Necə ki, Ankara döyüşündə 2 dənə türk dövləti mübarizə apardı. Biri qalib, biri məğlub oldu, amma yekunda əslində hər iki türk dövləti məğlub olmuşdu. Və ya Ağqoyunlu Osmanlı arasındakı döyüşlərdə baxmayaraq ki, tərəflərdən biri qalib, biri məğlub olurdu, amma həmişə qazanan tərəf Avropalılar olurdu. Səlib qüvvələri, xristian qüvvələri olurdu. Eyni aqibət bax bu iki imperiyanın da başına gəlir. Döyüşün nəticəsinə gəlməmişdən əvvəl gəlin danışaq sizlə döyüş ərəfəsində hər iki dövlət xadimi hansı addımlar atıb ondan. Deməli, Sultan Səlim Çaldıran döyüşü ərəfəsində Macar və Venesiyalılarla müqavilə imzalayır, müharibələri dayandırır, Avropadakı müharibə təhlükəsinə son qoyur. Qərbdən hər hansısa təhlükə istəmirdi ki, onun başına gəlsin. Səfəvlərin rəqibi olan Şeybanilərlə yazışır və Şeybanilərlə, özbəklərlə razılığa gəlir ki, əgər lazım olarsa sizin hərbi qüvvənizdən istifadə edəcəm. Təbii ki, Şah İsmayıl da boş dayanmamışdı. O da Roma papası ilə, o da Osmanlılar kimi Venesiya ilə əlaqə saxlamışdı. Hətta Uzun Həsən kimi, Həsən Padşah kimi o da Avropadan odlu silah gətirmək, artilleriya mütəxəssislərini dəvət etmək üçün Portuqaliya ilə əlaqə saxlayır. Lakin 1510-cu ildə Portuqaliyalılar İran körfəzinə, Hörmüzə daxil olsalar da, nə əllərində silah gətirirlər, nə də Səfəvilər üçün artilleriya mütəxəssisləri. Əvəzində isə onlar Hörmüzdə möhkəmlənirlər və 1510-cu ildə Səfəvilərin Hind okeanına çıxışı dayanır. Və bu uğursuz diplomatik addımdan sonra onlar dedik 1514 Çaldıran döyüşünə qarşı-qarşıya gəldilər. İstər Osmanlının qüvvə cəhətdən üstünlüyü, istər Yeniçərilərin həmlələri, istər hansı ki Osmanlının ordusunda olan odlu silahların üstünlüyü, həm əsgər baxımından da çox idilər dediyim kimi. Bütün bu amillər Səfəvilərin müasir döyüş texnikasına sahib olan Osmanlı qarşısında gətirib məğlubiyyətinə çıxardır. Hansı ki Şah İsmayılın burada Osmanlı sərkərdəsi Malkoçoğlu ilə apardığı təkbətək mübarizədəki üstünlüyünə baxmayaraq döyüşdə Səfəvilər məğlub olur, Qızılbaşlar geri çəkilir. Əvəzində isə Osmanlılar gəlib paytaxt Təbrizi ələ keçirdirlər. Təbrizi ələ keçsələr də istər Osmanlı Yeniçərilərinin narazılığı, istərsə də Səfəvlərin yeni hücum təhlükəsinin gözlənilməsinə görə Sultan Səlim Təbrizdən geri çəkilir. Və geri çəkilərkən də Mosula qədər ki, cənubi-şərqi Anadolunu ələ keçirmişdi. Səfəvilər torpaqlarının böyük bir qismini burada itirmişdilər. Şah İsmayılın hakimiyyətinin sonrakı dövrlərində deməli Osmanlı ilə mübarizələr aparılmır. Şah İsmayılın dövründən bu qədər. Mən sizə Səfəvilər dövlətinin idarəçiliyi haqqında da məlumat verim. Səfəvilər dövləti qeyd elədiyim kimi mərkəzləşdirilmiş dövlətdir, teokratik dini qayda qanunlarla idarə olunur və Səfəvilər dövləti inzibati cəhətdən 4 dənə bəylərbəyliyə bölünürdü. Bəylərbəyliklər özü mahallara bölünürdü. Deməli, bəylərbəylik bölünür mahallara. Mahallar bölünür şəhərlərə. Şəhərlər bölünür kəndlərə. 4 cür gördüyünüz kimi idarə etmə sistemi var. Daha doğrusu inzibati bölgü var. Bəylərbəyliklərin sayı da 4-dür. Hansı ki, Təbriz bəylərbəyliyi mərkəzi Təbriz, Qarabağ bəylərbəyliyi mərkəzi Gəncə, Çuxurçət bəylərbəyliyi mərkəzi İrəvan və Şirvan bəylərbəyliyi mərkəzi Şamaxı şəhəri olmuşdu. Bəylərbəylikləri bəylərbəyi adlanan vəzifəli şəxs idarə eləyirdi. O, bəylərbəylikdə
birbaşa şah tərəfindən təyin olunurdu. Ordu toplamaqla, vergi yığmaqla məşğul idi. Lazım olanda deməli döyüşlər zamanı qoşunu ilə birlikdə şahın yanında dayanmalı idi. Yəni şah tərəfindən hər dəfə hansı ki döyüşlərdə çağırılırdı bəylərbəylər. Hətta onu da qeyd edeyim ki, Təbriz şəhərini, Təbrizi idarə edən Bəylərbəyi Azərbaycan Səbi ordusunun əmir əl-ümarəsi hesab olunurdu. Mahalları idarə edən vəzifəli şəxslər naib adlanırdı. 16-cı əsrdə deməli mahalları idarə edir naib. 17-ci əsrdə isə mahalları idarə edir qolbəyi adlanan vəzifəli şəxs. Şəhərləri Kələntər, kəndləri isə kəndxudu idarə edirdi. Dövlətdəki idarəçiliyə gəldikdə dövlətin başında birinci dərəcəli şəxs olan şah dayanırdı. Qeyri-məhdud hakimiyyətə malik idi. İkinci şəxs vəkil idi. Şahın müavini hesab olunurdu dini və dünyəvi işlər üzrə. Üçüncü şəxs əmir əl-ümarə idi, ordu başçısı. Dördüncü şəxs vəzir idi. Bütün Azərbaycan dövlətlərində olduğu kimi. Burada da vəzir maliyyə işlərinə nəzarət edirdi və Ağqoyunlu Qaraqoyunlu dövlətində olduğu kimi Səfəvilərdə də sədr dini işlərə rəhbərlik edən şəxs hesab olunurdu. Digər vəzifəli şəxslərə gəldikdə isə biz burada əvvəlki dövlətlərimizdə olduğu kimi qazıların və yaxud da qazilərin yenə də məhkəmə hakimi olduğunu görürük. Səfəvi ordusunun əsasını təşkil edirdi çərik adlanan qüvvələr, çəriklərə rəhbərlik edirdi Qorçubaşı və təbii ki o da əmir əl-ümarəyə tabe idi. Şəhərlərdə asayişi təmin edən şəxs darğa adlanırdı. Bir növ müasir polis rolunu oynayırdılar və digər vəzifəli şəxslər var idi, hansı ki kiçik inzibati vahidləri idarə edən şəxslər sultan, yəni paqonları olan, rütbələri olan, ali hərbi rütbə daşıyan şəxslər isə xan adlanırdılar. Səfəvilər də Ağqoyunlu Qaraqoyunlu dövründə olduğu kimi onlarda da şahın yanında deməli ali məclis, ali divan fəaliyyət göstərirdi. Məşvərətçi orqanı idi. Qanun verən şəxs də dövlətdə bütün səlahiyyətlərə malik olan, qeyri-məhdud hakimiyyətə malik olan şəxs də birinci şəxs olan demək şah idi dövlətdə.